Fikirləşirəm ki, əgər atalara tətbiq olunarsa, ödənişli məzuniyyətlər. Əgər yaxşıdırsa yaxşıdır, pisdirsə pisdir. Ailəyə bir qatqı olursa, gözəl olar məncə. Hüququmuz bərabərdirsə eyni olmalıdır da. Anaya düşür, ataya düşmür. İkisinə də olar. İndiyədək atalıq məzuniyyət növü mövcud olsa da əksər kişilər bundan yararlanmırdı. Bunun əsas səbəbi isə atalıq məzuniyyətinin mövcud qanunvericiliyə görə ödənişsiz olmasıdır. Amma bundan sonra Azərbaycanda atalıq məzuniyyəti ödənişli olacaq. Həm Azərbaycan Respublikası Milli Məclisinin Ailə Qadın Uşaq Məsələləri Komitəsində, həm də Ailə Qadın Uşaq Məsələləri üzrə Dövlət Komitəsində irəli sürülən təkliflər və müzakirələr nəticəsində deməli qanunvericiliyə bu dəyişikliyin və əlavənin edilməsi qərara alınmışdır. Bundan belə deməli atalar ödənişli məzuniyyətə çıxacaqlar. Düşünürük ki, yaxın zamanlarda yəqin ki, artıq bu qanunvericilik deməli müddəası yeni formada Milli Məclis Komitəsinə daxil olacaq. Millət vəkili bildirir ki, bu addım ölkədə ailə institutunun möhkəmləndirilməsinə, valideyn məsuliyyətinin daha ədalətli bölüşdürülməsinə xidmət eləyəcək. Ödənişli atalıq məzuniyyətinin müddəti dəyişməyəcək, elə əvvəlki kimi 14 iş günü olaraq qalacaq. Məbləğ isə atanın gəlirinin bir hissəsi kimi nəzərdə tutulur.